Salam aleyküm. Maşın yeni gəlibdi. 2016-nın 11-ci ayıdır. Hyundai Santa Fe. 2 motor, 2 çəkən dizel. Maşın ilk öncə vurğulayım ki, nömrəsiz satılır. Yəni, oformleniyada köməkli olunacaq. 1 milyon olanlardandır. Buraxılır. Krılosunda qeyd olunur 1 milyon. Diskləri qarı olanlar. Maşının bir detalında kraskası var. Qabaq sağ krıloda. Vəssalam. Başqa heç bir yerində kraskası yoxdur. Arxa qurşitlər ki olandan qoşa qurşiti. Dəyişəni yoxdur. Hər bir detalı zavod özününkidir. Bir milyon olan o deməkdir ki, güzgüləri metalik rəngdə olur. Arxa 2 qurşit elə olur, hansı ki zavodskoy olur o. Distroniki də var. Sürətlənməni avtomatik olaraq özü azaldır, özü çoxaldır. Təkərlər normaldır, baxa bilərsiniz. Çox işləməyib. Arxada həmçinin. Panoram lyukdur, 5 yerdir. ...2016'da 11. modeldir. Zapaska ilə gəlmir bu. 2017 modeller artıq zavod bunları nasosla bırakır. Ona görə də bu maşın nasosla gələnlərdəndir. JBL akustikası var. Xətt tanınma var. Rulda kəpənəklər var. ...143.268 orijinal probegdir. VIN kodu da qeyd eləmişəm. Kim istəsə yoxlatdıra bilər. Zavod monitordur. Gördüyünüz kimi hərəkət edir. Salon çox təmiz və səliqəlidir. Maşallah. Panoram lyuk. JBL akustika olduğu üçün bu sidenin altında usiliteli var və gördüyünüz kimi burada artıq kolonka qoyulubdur, tip qoyulmayıbdır. Bu da ki həmin o qarşıda o göstərdiyim Distronikin knopkasıdır. Avtopilota qoyursan, bunu da basırsan, bunu burada azaldırsan, çoxaldırsan, idarə olunması budur. Maşın avtomatik olaraq özü sürətlənməni azaldır, çoxaldır. Qarşıdakı olan maşının sürətinə görə. Gördüyünüz kimi 2 qurşit eldir zavod. Yenidir. 2017 modellərdə nasosla gəlir. Danqıratdır, zapaska açar artıq olmur. Nə də zapaskası olmur. Zavod yan pərdələr.